84.000 mənzil Azəristə təhsil. Salam. Qulaq asıram da baba. Düşürsüz axı. Aha. Xoş gələm xanım, axşamınız xeyir. Axşamınız xeyir olsun. Necəsiz, nə var, nə yox? Mən sizə baxıram, narahat olmayın. Baxırsan. Bəli. Təşəkkür edirəm baxdığın üçün. Necəsiz, uşaqlar necədir? Uşaqlarım da yaxşıdır, hər şey əladır, amma narahat deyiləm Aytən. Baxıram. Əmin ol ki, mən heç narahat deyiləm. Sonra Azəşqiram, mənə hay vermir, anam burada. bu kimdir? Sugura. Mikrofon. Sugura. Belə qızın adı nədir? Kız kağıt daşıyıb gün ortaya tam Leyla'dı gün ortadan sonra özüm ölüm bıçakına keçirip kağıt daşıyıb. Bir dəqiqə, xahiş edirəm. Bir saniyə, sakit. Qızın adı nədir? Xanım, məni eşidirsiniz? Eşidirəm. Qızın adı nədir? Gün ortaya tam Leyla gedir gün ortadan sonra ne getdiyi yadımdan çıxıb. Şrekin arvadı Fiona'dan danışırsınız. Günün bir yarısı bir adı olur, başka yarısı başka mən adı olur. eşitdiyimi deyirəm. O köyde Allah'a bak bu kolu bak Allah'a dolsun elimizden. Bize inandırdı. Bize bana kanıp durdu. Yalandır. Ama yalandır. Bir dəqiqə deyən qurban olum, qolunuza niyə and düşdünüz? Bugün sevgisizlikten bugüne düşüp ay vali. Bəli. Hoş geldin hanım. Sizin aile savadınız var yoksa yoktu. Yoktu. Yoksa ben siz orada ne gelirsiniz? Ben size kağızdan, Aslanı həqiqətən sevirsən. Quran and olsun. Rəhbətli yoldaşımın qəbrinə and olsun. Həqiqətən istəyirəm. Göldə and içirəm. Kabızı çıxartın. Mənim maskam yoxdur. İnanın mənə ki siz maskalısınız. Hanım o başka maskanı değil, o maskanı demir. Necə yəni başqa? Başka maskanı. Aslanın yanında hə. Onda belə çıxır ki, ceyranla yox. Yox, yaxşıdır. Ana demişəm, yaxşıdır. Mənə pis olmayıb. Aslanım Ana kimi məsləhət verib, Məsələn, nə məsləhətlər verir sənə? təhqir eləyib. Mən dillənməmişəm. Bax, Aygün, sənin anaya hörmətin varmı? Var. Öz anana da hörmətin var mı? Yox. Mən Əgər analığı Ceyran ananda gördüm. Zahir müəllim. analığı ceyranda gör. Analığı Ceyran xanımda gördüm. Nə qədər Başa təhqir düşmədim. eləsə Nə də, nəsə dediniz? söz desə də. Ne dediniz? O dinlənməyib sənə bir söz demirsə, deməli mən icazə vermirəm ona. Kim? Sen ondan korkusun. Mən ona Sen icazə ondan vermirəm. korkusan. İnan sen Allaha dedin ki, deyirəm, mən ona maşında icazə dedin ki, versəm, sən o başım qabağında ağrıyır. dayanamazsan. Qartibi, Eşitdin nə deyir? Allah'a Deyir and ki, olsun. mən Mən ona Aygün'ü... icazə versəm, Quran haqqısa qabağında dayanamazsan. Kim mən? Sən onun qabağında dayanamazsan. Mən hörmət eləyirəm Zarbaq Şəleyfə. Çünkü dərinin qabağında kim dura bilər? Hörmətli olasınız. Hamınız hörmətli olasınız. Çox sağ olun. Mənə elədiyiniz hörmətə görə hamınıza təşəkkürümü bildirirəm. Müəllim, o mənim qədər elə aldıqlarım coraqları giyinir. Utanmırsan? Kim geyinir? Sən, Kim? səni arazda Sənin ayb olsun nə- sənə, ayb olsun sənə. Səni də biz geyindirmişik də. Hücum çəkmək istəyirik. Onu 100 manat ver paltar. Bəlkə özüm üçün Bax, istəmişəm. baxın da. Yox, bir dəqiqə deyəndə mən sənə söz sual verirəm. Haqqdan danışaq, nə olar? Haqqa qalanda haqqdan danışaq. Ayb olsun sənə. Ay qız, ay Arzu. Ayb olsun sənə. Çorab almışsan sən. Az utanırsanız. Utanırsanız. Ayb olsun sənə. Çorab almışam. Onun borcunu da vermişəm. Ayb olsun sənə. 100 manat onun Ayb borcunu olsun da sənə. vermişəm, valla. Valla. Geç çıxart. İstəmirəm, Amma lan. bu Hədəy anasının atasının danışmaqla. Çıxardım verin, çıxardım. Arzu geç çıxart. Yeri. Ben yaxşı çorabı çıxartdım. Ben yaxşı onun borcunu vermişəm. Yox, Gözlərim acı. dava Üzümə gözümə. Demədin? Deməmsən? Üzümə gözümə. Sən oteldə olan haqq hesabları bu. Tamam, Yanımdadır özü. O da ana bala yoxşuz, o da köhdüdür. Arada plastik əməliyyata bir arıqlasın mənim kimi. Sənə Xalid arıqlatmağa verdi, Xalidə görə. Nə dedin bir də de? Axşam məni saldıranda, Aslan bir köz ötürdü. Çünki xatirəsi var idi orada. Hara saldılar səni? Otelə salanda. Otelə. Aha. Saldıranda Aslan dərindən nəfəs aldı. Ah çəkdi. Çünki o oteldə xatirələri var idi. Allah inandırsınız ay mənim. Bu danışır mənim həqiqi gülməyim gəlir Allah'ın olsun. Mən Aslana sual vermək Quran haqqı istəyirəm. gülməyim. Bilirsiniz,
bilirsən ki, bunu bütün dünya bilir ki, Zaur deyən bir şəxsiyyət var. Mən həqiqətən də bəlkə də mənim bədənimi əməliyyat eləyər, açıq-aşkara çıxardar bir həkim, deyər ki, hardan elə Zaur çıxar. Zaur, səni o qədər istəyirəm, bunu bil. Yox, hər yerdən çıxmayım, elə ürəyindən çıxsam bəsdir. Yox. Xahiş edirəm. Maskanı çıxart. Yalandır. Maskanı çıxart. Ay Ceyran xanım, o səslə danışma da qurban olum. Yavaş danış da, yavaş. Maskanı çıxarsın. Niyə yan pört olub? Müsiblərə qarşı o hörmətsiz. Niyə elə oturub? Düzgün oturuşuğun bilməyən adam. Düz. Yaxşı, öyle değil. Dur bir bu dəqiqə səni saçlayacam burada. Ceyran xanım. Çıxartdına. Ceyran xanım, sən efirdəsən. Ora su gəlir, evə su gəlir, kranta su gəlir. Su gəlir də axır ki, krantası. Az nə olar? Ay Samirə, o çaynika arada vaxtda onda yudar. O stəkanları yudar. O paltarları səliqəyə saldar. Ramazan bayramınızı təbrik eləyirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Şəfiqə xanıma uzun ömür arzulayıram. Ramazan bayramı bir aydan sonra olacaq, hələ girib. İstəyirəm ki, təxminən bir ildən sonra sən qocalıb təqaüdə çıxacaqsan. Doğrudan, bir il sən tərbiyəvə çox sağ ol. Halal olsun sənə. Onda mən sizdən müsahibə götürəcəm. Yox, sən çox kobud şəkildə, daha doğrusu siz. 2 il oldu. Çox sağ ol, eybi yoxdur, eybi yox. Mən elə indi də çıxa bilərəm, əgər arzusundasınızsa. Şəkidən danışırdı, imkan verir, niyə dursun ailəsinə? Oğlum, qoyduğu qalxmır, sən xəbərin var mı?